M4'ün disklərini 3 saata rəngləyirik, izləyin. Qardaşım, sən bugün TikTok'da izlə, işi bugün özüm görəcəm, iş məndədir. Kərəmi indi burada ağlamaq tutur. Niyə? Çünki məsafə azaldı, jillipə yenə yaxın durduq. Amma biz qaldıracaq. Biz dədə-baba qaydasına otları açacaq. Ona görə tapanca istəmirəm. Yoruldum, İstəmirəm tapancanı. Super Wow qara belə olur. Qaranın 7-ci tonudur və belə qara heç kimdə yoxdur, narahat olmayın. Əminəm mən sizə söz deyirəm. Diskləri 250 manata kraskalayırdıq, getdiniz elədiniz 250 manata. Amma mən elədiyimi siz ancaq təkrarlaya bilərsiniz. Bundan sonra 4 dənə diskin rənglənməsi toz boya ilə 190 manat olacaq. Tökülmür, cızılmır, matlaşmır və ümumiyyətlə buna heç nə olmuyor. Anti-udardır, bəli, mən sizə deyirəm. Ona görə də istədiyiniz vaxtı bizə yaxınlaşa bilərsiniz. Orijinal iş axtarırsansa, ünvan Pro servisdir. Yox, kiməsə deyir 50 manat, 40 manat, 130 manat, nə bilim, maşın üstünə falan şeydə hədiyyə verirsə, o işlər bizdə olmur. Biz orijinal işin tərəfdarıyıq və sizə də təhvil veririk.